Salam, hər vaxtınız xeyir olsun. Mən Zəşələr Hazırlıq Mərkəzinin riyaziyyat müəllimi Nurəddin müəllim. 1 mart tarixində keçirilmiş OTK imtahanının riyaziyyat suallarına baxacağıq. Demək başlayaq. İlk sualda verilmiş kəsrin sürətin sadələşdirək. X, y kvadratı çıxılsın x, üstəgəl y, x kvadratı çıxılsın 1. Çıxılsın y. Vuru başlıq. Məxrəci olduğu kimi qalır, dəymirik. Bərabərdir. Baxırıq ki, burada bizə veriləndən bu və bundan y-i çıxardırıq mötərizə xaricinə qalır. X, y çıxılsın 1. Çıxılsın, bu ikisindən də x-i çıxardırıq mötərizə xaricinə, x-i çıxarsaq qalır 1 minus x, y. Məxrəc olduğu kimi qalır x, y çıxılsın 1. Bərabərdir. Burada 1 və x, y yerini dəyişsək, x, y çıxılsın 1 yazsaq, bunu üstəgəl eləyəcəyik. Demək, onda bizdə bunu ilə bu ortaq vuracaq, onda çıxacaq ortaq vuruq kimi qalacaq y plus x. Məxrəc olduğu kimi qalacaq. Bunlar ixtisar edəcək, qalacaq y plus x. Cavabımız olacaq D bəndi. Keçək növbəti suala. Növbəti sualda əvəz etmə üsulundan rahat eləmək olar. X bərabərdir 8 minus 2y. Aparıb 2 dənlikdə verilmiş dənlikdə yerinə qoysaq. 2, 8 minus 2y üstəgəl 3y bərabərdir 7-yə. 16 minus 4y üstəgəl 3y bərabərdir 7-yə. Demək, buradan mənfi y bərabərdir 16-nı da sağ tərəfə keçirsək. Mənfi 9-a y ilə bərabərdir 9. Y-i 9 tapandan sonra burada yerinə qoysaq. X bərabərdir 8 çıxılsın. 2-ni 9 azranda 18, x-i də alırıq ki, mənfi 10. Bizdən x minus y soruşur, mənfi 10 çıxılsın 9, o da eləyir, mənfi 19. Demək, ikinci sualımızın hərfi C bəndi. 33-cü sualda funksiyanın artma və azalma aralığı. Funksiyanın artma aralığı biz görürük ki, bu funksiyanın artma aralığı buradan bura artır, bura qədər. Demək, biz m-i tapmalıyıq, yəni x0-ı. X0-ı da tapmaq üçün koordinatlar verilib, mənfi 1, 0, bir də verilib ki, 5, 0. Biz simmetriya mərkəzini tapmalıyıq. Simmetriya mərkəzdə nədir? X bunları toplayıb yarıya bölmək. Onları da toplasaq 5 üstəgəl mənfi 1 bölməli 2-yə. Eləyir 4 bölünsün 2, 2. Demək, hardan başlayır? Mənfi sonsuzluqdan başlayır, gəlir 2-yə qədər. Demək, bu nöqtədə 2-ymiş. Cavab olur E bəndə. Növbəti 34-cü sual kəsr isə hər il düşmüş sualdır. Demək olar ki, hər il istifadə olunur bu suallardan. Bu dəfə də düşüb. Kök adda 17 çıxılsın 3. Kök adda 17 təxminən 4 və 5 arasındadır. Tutaq ki, 4 tam neçəsə çıxır. Çıxılsın 3 alınır 1 tam neçəsə. 1 tam neçəsənin tam hissəsi 1-dir. Biz də kəsr hissəyi tapmaq üçün tam hissədən verilmiş ədəddən tam hissəni çıxmalıyıq. Kök adda 17 çıxılsın 3 çıxılsın 1. Bu da eləyir kök adda 17 çıxılsın 4. A bəndi. Növbəti sualda burada görürsünüz ki, verib ki, i üstü 10, i üstü 4. Birinci biz onları müəyyən etməliyik. Biz bilirik ki, i kvadratı mənfi 1-dir. Bundan istifadə edib hər birini tapacağıq. Demək, i üstü 10-u yazmaq olar ki, i kvadratı 10 üstü 5. O da eləyir mənfi 1 üstündə 5, o da mənfi 1. Demək, burada biz 1 çıxılsın mənfi 1 yaza bilərik. Bu birinci. İkinci, i üstü 4-ü tapaq. I üstü 4 da deməkdir ki, i kvadratı, onun kvadratı. I kvadratı mənfi 1-dir, mənfi 1-in də kvadratı 1. Burada da yaza bilərik ki, 1 üstəgəl 1. Sünrətdə 1 minus i. I üstü 7-ni də sadələşdirək. I üstü 7 bərabərdir. I vırılsın, i üstü 6. I üstü 6-nı da yazmalılar ki, i vırılsın, i üstü 2, onun da üstü 3 bərabərdir. I vırılsın. I kvadratı mənfi 1, daxil mənfi 1-in də kvadratı mənfi 1. Bərabərdir mənfi i-yə. Demək, bu da oldu mənfi i. Demək, burada i üstü 7-nin də yerinə mənfi yaza bilərik. Mənfi yazanda 1 çıxılsın, bu da mənfi 1 üstəgəl i olacaq, o da bərabərdir. Məxrəcdə alınır 2i, sürətdə isə nöqtə çevirmə üsulundan 1 minus i-nin kvadratı, o da bərabərdir 2. 2 məxrəcdə bu 2 eləyir, bu da 2 eləyir, bunların da cəmi 4 eləyir. 1 minus i-nin kvadratı, i kvadratı mənfi 1-dir, üstəgəlində də 2, bu da 4. Bunlar da ixtisar eləsə 2-də 1. Cavab C bəndi. Növbəti sual. Çoxluqlara aid sualdır. Deyir ki, A çoxluğunda 7 element var, B çoxluğunda 4 element var, B də A-nın A çoxluğudur. Onda tutaq ki, A çoxluğu bərabərdir. 1, 2, 3, 4, 5, 6, 7. B çoxluğu axı bunun A çoxluğudur. Ona görə 1, 2, 3, 4. B çoxluğu da bulardır. Bizdən soruşur ki, A birləşmə B ilə A çoxluğudur. A çoxluğunda neçə element var? 7. Kəsişməsində isə elə B çoxluğudur, üstəgəl 4, o da eləyir 11. Cavab E bəndir. Sonra növbəti sualda üzr istəyirəm. Deyir ki, B 90 dərəcədir. Yəni düz bucaqlı 3 bucaqdır. B 90 dərəcədir. A-nı isə verib 2, mənfi 1, B-ni verib mənfi 1, 3, C-ni verməyib, amma B-C-ni verib ki, 12-dir. Biz onda 2 nöqtədə, bu 2 nöqtə verilib, məsafə üstündən istifadə edib bunu tapa bilərik. AB məsafəsinin bura A-dır. AB məsafəsi bərabərdir kök altda 2 çıxılsın, mənfi 1 edir 3 kvadratı üstəgəl, mənfi 1 çıxılsın 3 edir 4, mənfi 4 bunun kvadratı bərabərdir kök altda 25, 25-dən necə çıxır 5. Demək, AB məsafəsini tapdıq 5, baxırıq düz bucaqlı 3 bucaq olduğu üçün burada olur 13. Sonra növbəti 38-ci sualda deyir ki, yadınızda saxlayın ki, belə bir suallarda sinüs alfa verildikdə bir düz bucaqlı 3 bucaq çəkin. Sinüs alfa biz bildik ki, qarşıdakı katetin hipnoza nisbətidir. Ona görə bura 1, bura 3, bura isə kök altda 8 olur. Tangens kvadratı alfanı soruşur. Tangens kvadratı alfa.
Tangens alfa özünün içə bərabərdir. Tangens alfa özü qarşıdakı katetin bitişik katetin nisbətdə kök altı. Tangens alfa əgər 1 bölü kök altı 8 isə, hər tərəfin kvadratı yüksəlsək, tangens kvadrat alfa da 1 bölü 8-ə bərabərdir. Sonra 39-cu sual. Bu baxanda bilinir ki, tangens 2 alfanın açısıdır. Tan 2 alfa bərabərdir 2 tan alfa məxrəcdə 1 minus tangens kvadratı alfa. Bu düsturdur. Demək ona görə bunun yerinə biz nə yaza bilərik? Tangens 2x bərabərdir 1-ə. 2x də xüsusi halda olduğu üçün pi bölü 4 üstəgəl pi k düsturundan istifadə edirik. Çünki pi bölü 4 alır. X də bərabərdir pi bölü 8 plus pi k bölünsün 2.